Salam, hər vaxtınız xeyir olsun. Bugün biz 2021-ci ilin birinci qruplar üçün keçirilən ilk ikinci cəhd imtahanının suallarını müzakirə edirik. Birinci sual kompleks ədədlərin sadələşdirilməsinə aid bir sualdır. Burada i kvadratın mənfi 1 olduğunu nəzərə alsaq, 2 çıx 2 0 elədiyi üçün hansı 0 edəcək? İkinci sualda 6 rəqəmli ədəd 30-a tam bölündüyünü deyir. 30-a bölünürsə ədəd 5-ə və 6-ya bölünür. 5-ə bölünməsi üçün deməli sonu ya 0 ya 5 olmalıdır. 6-ya bölünürsə o zaman sonu 0-dır. Deməli biz A, 8A 0 yazdıq. 6 rəqəmli ədədin indi 6-ya bölünməsindən danışmalıyıq. 6-ya bölünməsi üçün 2-yə və 3-ə bölünməlidir. 2-yə artıq bölünür. Deməli 3-ə bölünməsi lazım. 4 dənə A və 8-in cəmi 3-ə bölünməsi üçün 12 ola bilər. A 1 olduqda, A 2 olduqda ödənməyəcək. 15 olsa ödənmir. A-ya 2 desək, A-ya 3 desək 20 eləyir. 4 desək 16, 24. Deməli A 1-dir, 4-dür. Bir də A 7 olanda 28, 36. A 7 ola bilər. 1, 4, 7-nin rəqəmlər cəmlərini istəyir, 12-dir cavab. Üçüncü sual çevrə sualdır. Şəkilə baxıb şagirdlər bəzən qorxur sualı yazmağa, oxumağa. Sual əslində asan sualdır. Burada böyük çevrənin radiusuna R, kiçiyə balaca R yazaq. AK-ya X yazıram, KM-ə Y. AO1 K3 bucağının perimetri X üstəgəl 2R'dir. KO2 M-in sahəsi perimetri isə 2R və Y-dir. Cəmisini 56 verir. Biz burada AM-in X və Y-in cəminin 22 olduğunu görürük. 22 üstəgəl 2R vur R. 56 eləsək əgər, deməli 2 dənə R üstəgəl R 34-dür. Deməli R üstəgəl R 17-dir. İndi biz R üstəgəlir 17 tapmışıq. Bu elə mərkəzlər arasındakı məsafə deməkdir. O1, O2. Cavab olur 17. Dördüncü sual üslü bərabərsizlərə aid bir sualdır. Sadəcə üslü bərabərsizlərdə nəzərə almaq lazımdır. Funksiyanın əsası 1-dən kiçikdirsə, 0-1 arasındadırsa, deməli azalandır. Azalandırsa ortada müqayisə işarəsi əksinə dəyişəcək. Bu bərabərsizliyi həll etmək üçün sola keçirdib ortaq məxrəci gətirsək, x çıx 2 vur x üstəgəl 2, çıx 2 üstəgəl x. Böyük deyil 0 alırıq. Buradan x üstəgəl 2 vurulsun, x kvadrat çıx 4 üstəgəl x çıx 2 böyük deyil 0-dan. X üstəgəl 2 vurulsun, x üstəgəl 3, x çıx 2, 0-dan böyük deyil. Ədəd oxun çəksək əgər, mənfi 3, mənfi 2, müsbət 2. Kəsrin məxrəci mənfi 2 ola bilməz, 0-a çevriləcək məxrəc. Ona görə mənfi 3 və 2 daxil, mənfi 3, müsbət 2 daxildir, mənfi 2 daxil deyil. Burada müsbət, mənfi, müsbət, mənfi olur. Bizə mənfilər lazımdır. Cavab mənfi sonsuzluq mənfi 3, mənfi 2, 2. B variantı olacaqdır. 5-ci sualda tərəfi 26, hündürlüyü 13 olan rombun, deməli, tərəf 26, hündürlüyü 13-dürsə, bu iti bucağı 30 dərəcəymiş bu rombun. Bununla bir böyüklükdə olan kvadratın tərəfinə A yazsaq, bir böyüklükdə deyirsə, deməli bunlar bərabərdir. Sahəsini 26 vur 13, həm də A kvadrat yazsam. A bərabər olacaq kök altda 13 vur 2 vur 13. Bu eləyəcək 13 kök 2. Doğru cavab A variantıdır. 6-cı sualda həndəs silsilə əmələ gətirən 3 ədədin hasili B1, B2, B3. 216 yazdıqsa. İndi B1 və B3-ün hasili ortadakı həddin kvadratıdır. Vur B2. Bərabər 216 dedim. Deməli B2-ni tapıram 6-dır.
Bu 3 ədədin ədədi ortası onların cəminin 3-ə nisbətidir. Bunu 26 bölü 3 verib. Burada 6 yazsaq, deməli B1 üstəgəl B3 20 imiş. Həm də B1 ilə B3-ün hasili B2-nin kvadratı, yəni 36-dır. İndi bu şərti ödəyən ən böyük ədəd 2 və 18 olacaq. 36 edən cavab 18-dir. 7-ci sualda Nahidlə Aysunun birlikdə 300 manatı var. İndi Nahidin pulu x olsa, Aysunun pulu 300 çıx x olacaq. Nahid pulunun yarısını verəndə qalır x böl 2. Bu halda Aysunun pulu 300 çıx x üstəgəl x böl 2 olur. Deyir ki, versələr əgər Aysunun pulu Nahidin pulundan 2 dəfə çox olur. Yəni bunu 2-yə vuranda bu bərabərlik alınır. Buradan alırıq ki, x üstəgəl x böl 2 bərabərdir 300-ə. Deməli x 200 alırıq. Nahidin 200, Aysunun isə 100 manat pulu var imiş. 8-ci sualda hansı qiymətində funksiyasının qrafikinə x0 bərabər kök 3-də çəkilmiş bucağın sinusu kök 3 böl 2 olar. İndi sinus kök 3 böl 2 isə deməli alfa bucağı 60 dərəcədir. Buradan alırıq ki, k bucaq əmsalı tangens 60 dərəcə, yəni kök 3-ə bərabərdir. Biz də bilirik ki, funksiyanın törəməsinin qiyməti k-ya bərabərdir. Bu da bizə verir 2ax çıx 2 kök 3. Bərabər etsək əgər x-in yerinə kök 3 yazıram. 2a kök 3 çıx 2 kök 3 bərabərdir kök 3-ə. 2a kök 3 bərabərdir 3 kök 3. A-nı tapırsam 1,5. Cavab A variantı. 9-cu sualda düz xətt üzərində qeyd olunmuş nöqtələr və şüaların sayı verilmişdir. Düz xətt üzərində bir nöqtə şagirdlər 2 şua əmələ gətirir. 2 nöqtə 4 şua əmələ gətirir. Deməli, n nöqtə veribsə 2n sayda şua əmələ gəlir. Bura 4 olur, bura 6 olur, bura isə 8 olur. Bizdən n ilə m-in cəmi çıx k-nı istəyir. 12 çıx 6 cavab 6-dır. 10-cu sualda şagirdlər, onu yuxarıdan yazacağım. A ilə B-nin kəsişməsinin 3 elementi var. Cəmsinin element sayı 12 dənədir. A-nın element sayı B-nin element sayından 7 vahid çoxdur. Biz bura x yazsaq, bura x üstəgəl 7 yazmalıyıq. Onda yalnız B-yə qalır x çıx 3, yalnız A-ya qalır x üstəgəl 4. Topladıqda bunları x üstəgəl 7 üstəgəl x çıx 3 bərabərdir 12. 2x bərabərdir 8, x-i tapırıq ki 4. A-nın 11 elementi olur. Bu sual üçün şagirdlər, mən sizə düsturla olan qaydasını da deyim. Birləşmənin element sayı NA üstəgəl NB çıx onların kəsişməsinin element sayıdır. İndi bunu veribdir bizə 12. NA üstəgəl NB bilinmir. Amma kəsişmənin 3 elementi var. Buradan alırıq ki, NA üstəgəl NB 15-dir. İndi NA çıx NB-nin neçə elementi var? 7 elementi var. Tərəf-tərəfə toplasaq 2 dənə NA 22-dir deyə NA-nı tapırıq ki, 11-dir. Doğru cavab A variantı. Burada şagirdlər 2-də 1, 2 üstü mənfi 1-dir. Bu mənfi 1-i qarşıya atsaq, olacaq loqaritma 2 əsasdan sinus 15 üstəgəl. Sinus 75-in əvəzinə kosinus 15 yazırıq. Üstəgəl loqaritma 2 əsasdan kosinus 15 bərabərdir. Eyni əsasdan olduğu üçün toplandıqda vurulur. Sinus 15 vur, kosinus 15. Bərabərdir. Loqaritma 2 əsasdan 2-də 1, sinus 30 dərəcə. Sinus 30-un qiyməti 2-də 1 olduğu üçün 2 əsasdan 2-də 1 vur 2-də 1, 4-də 1, o da mənfi 2 alır. Amma misalın loqaritma hissəsi mənfi 2 edir. 6 çıx mənfi, üstəgəl mənfi 2, o da 4 alınacaq. 12-ci sualda şagirdlər
limiti L'Hopital'la da hesablaya bilərik. Amma əvvəlki sınaqlarda mən qeyd etmişəm, L'Hopital'la imtahanda limiti hesablamaq əslində orta məktəb proqramına aid deyil. Yəni orta məktəbə aiddir, sadəcə bizim məktəb kitabımızda yox. Bizim orta məktəb kitabında olmadığı üçün biz bu üsulu istifadə edə bilmirik. Qoşmasına vurub böləcəm mən kəsrin sürət və məxrəcini. Burada kəsrin sürətində alınacaq x üstəgəl 4 çıx 4. Burada isə sinus x vurulsun. X üstəgəl 4 üstəgəl 2. Bunlar getdi. Qalır burada limit. X sıfıra yaxınlaşanda x böl sinus x vurulsun. Kök altda 0 üstəgəl 4 üstəgəl 2. Şagirdlər, bu sinus x böl x limiti 1'dir. Bu da 4'də 1'ə vurulduğu üçün cavab 4'də 1 olacaqdır. C variantı. 13-cü sualda 4x x kvadrat çıx 3 və y bərabər 0 xətti ilə hüdudlanmış sahəni tapın deyir. Şagirdlər, biz bilirik ki, y bərabər 0 xətti absis oxudur. Bu 4x çıx x kvadrat çıx 3 isə belə bir paraboladır. Hüdudlanmış sahə baxın buradadır. Funksiya qrafikinin absis oxu ilə kəsişmə nöqtəsini tapmaq üçün biz y-ə 0 yazırıq. Y-ə 0 yazanda buradan bərabər 0, x kvadrat çıx 4x üstəgəl 3 bərabər 0 aldıq. Vuruqlarını ayırsaq əgər köklərin 1 və 3 olduğunu tapırıq. Hüdudlanmış sahə, şagirdlər, biz inteqralla bilirik ki, həmin hüdudlanmış sahə 0-dan 1-ə yuxarı sərhəd qrafiki ilə aşağı sərhəd qrafikinin fərqidir. Sol və sağ sərhədlər isə x oxunun dərəcələridir. 1-dən 3-ə. Bu bərabərdir. Nəyin törəməsi 4x eləyəcək? 2x kvadratın. Nəyin törəməsi x kvadratdır? X kub bölü 3-ün. Nəyin törəməsi 3x? 3-dür 3x-in. Mən biraz vaxta görə tələsik danışıram, şagirdlər. Bəzən səhvlər eləyirəm, üzrü sayın. Burada x-in əvəzinə 3 yazırıq. 27 bölü 3 çıx 9. Bir də x-in əvəzinə 1 yazırıq. 2 çıx 3-də 1 çıx 3. Burada deməli 18, bu da 18 elədiyi üçün bu mötərizə getdi 0 elədi. Burada isə mənfi 1,3-də 1, qarşısında da mənfi var 1,3-də 1 və ya 3-də 4 alır. 14-cü sualda şagirdlər MN BC-yə paralel verilib. Deməli, üçbucaq AMN, üçbucaq ABC-yə oxşardır. Oxşarlıq əmsalı isə burada MN-i 5-in 7-yə nisbətində verdiyi üçün K oxşarlıq əmsalı 7-də 5-dir. Yəni, bura 5x yazsaq, böyük üçbucaq 7x olacaq. Bura 5y yazsaq, böyüyü 7y olacaq. O zaman NC-yə qalacaq 2y. Bizdən AN-in NC-yə nisbətini istəyir. Cavab 5 bölü 2. E variantı. AB və AD vektorlarının cəmi, şagirdlər, biz bilirik ki, AB və AD vektorlarının cəmi AC vektoruna bərabərdir. İndi AC vektorunun da komponentlərini mənfi 5, 12 veribsə, biz burada AC vektorunun uzunluğunu 25 üstəgə 144, 13 tapırıq. Diagonal 13 olduğu üçün yarı-yarı bölünür, 6,5 alınır. Burada mötərizəni vurub açsaq, kosinus 40. Çıxılsın 2 kosinus 40, kosinus 80 olacaq. Burada biz kosinus 40 və kosinus 80-in hasilini cəmə keçsək, 2-də 1, kosinusların cəmi üstəgəl kosinusların fərqi olacaq. Şagirdlər, kosinus 120 mənfi kosinus 60-dır. Gətirib yazıram burada kosinus 40 çıxılsın 2 vur. Deməli, burada bu 2-lər ixtisar gedir, birbaşa yazıram mən. Çıxılsın mənfi 2-də 1, çıx kosinus 40. Mənfi müsbət kosinus 40-lar bir-birini islah etdi. Doğru cavab 0,5 oldu.
Xətti funksiyanın qrafikinə əsasən K və B cəmini tapın. Şagirdlər, biz şifahi qaydaya əsasən baxsaq, B, Y kəsdiyi nöqtədir. Birbaşa 5 deyirik. Absisin müsbət istiqaməti ilə əmələ gəldiyi bucaq 45 dərəcə olduğu üçün K da tangens alfa, yəni 1-dir. Cavab 1 və 5-in cəmi 6-dır. Amma siz bu nəzəri faktları bilməsəniz, heç olmasa OX ilə kəsişmə nöqtəsində Y-in 0, OY ilə kəsişmədə isə X-in 0 olduğunu yazın. Y-ə 5 yazıb X-ə 0 yazırıq. Bir dəfə də Y-ə 0 yazıb, X-ə -5 yazırıq. Bu tənliklər sistemindən K və B-ni tapırıq. AD-ni verib 6, BD-ni verib 18. Yan tərəflər də eynidir. DC parçasının uzunluğunu tapmağımızı tələb edir. Bu sual üçün mən iki üsul deyə bilərəm şagirdlər. Birinci məsələ budur ki, Pifagor teoremi ilə A kvadratı 324 çıx 36 288'dir. A'nı tapırıq ki 12 kök 2'dir. Daha sonra 6'nın kvadratı A kvadrat çıx 18x. 36 bərabərdir 288 çıx 18x. Deməli 18x buradan 242 tapırıq. X olur 14. Bu bir üsul. Burada biz hansı düsturdur? Bu düsturun adı Stuart teoremidir. İspat məsələlərində biz bunu ispat eləmişik. İkinci sulama, mesela Stuart teoremini bilmiriksə, A-nı tapmışıq 12 kök 2. Buradan hündürlük çəksək, HC. HC bərabərdir katetlər hasili böl hipotenuz. Buradan tapırıq 4 kök 2. HC-ni 4 kök 2 tapdıq. O zaman burada BH-ı Pifagor teoremi ilə biz neçə taparıq? BH kvadrat bərabərdir 12 kök 2'nin kvadratı çıx 4 kök 2'nin kvadratı. 288 çıx 32. 256 elədiyi üçün BH-ı tapırıq ki 16'dır. Biz BH-a 16 yazdıq, HD 2'dir. Bərabər yanlı olduğu üçün bu x üstəgəl 2 də 16 eləməlidir. X 14 tapırıq. 19-cu suala baxaq. Düzgün üçbucaqlı piramida verilib. Oturacağının sahəsi 36 kök 3. Düzgün üçbucaqlı piramida olduğu üçün A kvadrat kök 3 böl 4 36 kök 3. Buradan A kvadratı 144 tapırıq. A olur 12. Yan til oturacaqla 30 dərəcə əmələ gətiribsə, biz buradan yan tili çəkib hündürlük yendirsək əgər. Bura 30 dərəcədir. Tərəfə 12 yazsaq, şagirdlər, bu eri tapırıq ki, biz A kök 3 böl 3'dür. Yəni 12 kök 3 böl 3, 4 kök 3. Bu hündürlüktür. Bura yan til, bu isə böyük oturacağın böyük çevrə radiusu, xaric çevrə radiusu. Yuxarı bucaq 60 dərəcə olur. 60'ın qarşısı 4 kök 3'dürsə, 30 dərəcənin qarşısı 4 alınacaq. 20-ci sualda ikiyüzlü bucağın daxilində götürülmüş A nöqtəsindən. Şagirdlər, biz ikiyüzlü bucağı belə paralleloqramlar şəklində yazırıq. Daxilində indi burada sonsuzdur da əslində. Bu daxilində A nöqtəsi götürüb üzlərdən bərabər məsafələrdədir. Biz bu sualların həllində şagirdlər, məsələn, buradan bura qədər məsafə, buradan bura qədər məsafə eynidirsə, adi xətti bucaq çəkərək də sualı həll edə bilirik. Tildən isə məsafəsi 12'dir. İndi perpendikulyarlar arasında bucaq 120'dirsə, hərəsinə 60 dərəcə düşür. O zaman bura 30 dərəcə qalır. Hipotenuz 12'dirsə, 30 dərəcənin qarşısındakı tərəf 6 olacaqdır. Növbəti sualdan davam eləyək. Bu sualda şagirdlər, baxın x kvadrat var, modul x var.
Əslində modul x-i bərabərliyin bir tərəfində yazmaqla tənliyi həll etmək olar. Amma daha praktiki yolu odur ki, biz burada tam kvadrat ayıraraq üstəgəl 1 yazıb, üstəgəl 2 yazıram. Bu 3 hədd birlikdə olur x çıx 1-in kvadratı. Çıx 3 dənə modulda x çıx 1 üstəgəl 2 0. Burada modulda x çıx 1-ə bir t desək, t kvadrat çıx 3t üstəgəl 2-ni 0 alır. Vuruqlarını ayırsaq əgər t çıx 1, t çıx 2 0 edəcək. Şagirdlər, biz moduluna t deyəndə avtomatik bunun kvadratı ilə t kvadrat olur. Baxın, ifadənin modulunun kvadratı ilə özünün kvadratı bərabərdir. Bu xassəni istifadə elədim. T 1 tapılır, bir də 2 tapılır. Burada modulda x çıx 1 1-ə bərabər olanda mənfi 1 oldusa 0 eləyir. Müsbət 1 olanda isə 2 eləyir. 2-yə bərabər olanda x çıx 1 mənfi 2-dirsə 1 kökü mənfi 1, 1 kökü isə müsbət 3 edəcək. 4 kökü var. 1, 2, 3, mənfi 1. Köklər cəmi 5 edir. 22-ci sualda rasional bərabərsizlik verilibdir. Biz burada kəsrin sürət və məxrəcini hasil şəklində yazıb, intervallar üsulundan istifadə edirik. Kökləri 5 və 7-dir. Köklər cavaba daxil deyil. 7-nin qüvvəti cüt olduğu üçün sağındakı işarə solunda təkrarlanacaq. İndi bizə 5-10 intervalında dediyi üçün biz bura 10 da yazırıq. Cavab 5-dən 7-yə, 7-dən 10-a kimidir. Bu aradakı tam qiymətlər 5 daxil deyil, 6-dır, 8-dir, 9-dur. 14, 9 da gəlirik, 23 aldı. 23-cü sualda BS parçasını 3 verib, A bucağı 90 dərəcə. AC ilə CD eynidir. Burada bərabər yanlı 3 bucaq var. Biz buradan hündürlük çəksək əgər, bu hündürlük həm də median olacaq. AH3 deməli HD də 3-dür. Nə almış olduq? Böyük oturacaq 6-dır. Deməli MN orta xətti 3 üstəgəl 6 bölü 2 4,5 eləyəcək. Sahəsi 12 olan düzbucaqlı 3 bucaq. Aha, baxaq. Katetlər A, B, hipotenuz C olanda sahə 12-dirsə A vur B 24 edir. Burada kiçik və böyük katet ətrafında fırlanırsa, şagirdlər baxın elə birinci şəklin üzərində əgər B ətrafında fırlansa şəkil belə yaranacaq konusumuz. Bu halda konusun həcmi 3də 1 pi vur radius artıq A-dır. A kvadrat B olur. Yox, əgər A ətrafında fırlatsaq, məsələn, BA verib, burada A ətrafında fırladırıqsa, konusu A ətrafında fırlatdıqsa, bura B olsa, bu halda konusun həcmi 3də 1 pi vur B kvadrat vur A olacaq. Bunların həcmlər cəmini veribdir. 3də 1 pi vur A kvadrat B, 3də 1 pi vur A B kvadrat. Cəm 80 pi-dirsə, buradan hər tərəfi 3-ə vurub pi A B-ni ortaq çıxartsam, A üstəgəl B. 240 pi alacaq. Pilər ixtisar olunur. AB-ni 24 verdik. Onda A üstəgəl B katetlər cəmi 10 eləyəcək. 25-ci sual trigonometrik tənliklər mövzusuna aid bir sualdır. Biz burada şagirdlər 1 üstəgəl kosinus 2x-in 2 kosinus kvadrat x olduğunu bilirik. Buradan sola keçirsək əgər bu kosinus kvadratını alarıq ki, kosinus kvadrat x çıx kosinus x bərabər 0. Kosinus x ortaq çıxsa, buradan kosinus x bərabər 0. Deməli, 1 kökü 90 dərəcə alırıq. Kosinus x 1-ə bərabər olanda 1 kökü 0 dərəcə alırıq. Həmin intervalda köklər cəmi 90 dərəcə etdi.
26-cı sualda P kub üstəgəl Q kubunun müxtəsər vuruqlarına baxsaq əgər P üstəgəl Q, bir də P kvadrat çıx P2 üstəgəl Q kvadrat. Burada bu ixtisar gedir. Buradan isə P çıx Q vurulsun. P kvadrat üstəgəl P2 üstəgəl Q kvadrat ixtisar gedir. Nə qalır? P üstəgəl Q üstəgəl P çıx Q. 2 P alır. P-nin də əvəzində bu ifadəyə diqqətlə baxsanız 4x üstəgəl 3-ün mötərizə kvadratıdır. X-in əvəzinə mənfi 1,25-i yazsam, üstəgəl 3-ün kvadratı. Bu eləyəcək mənfi 2, kvadratı 4, 2 vur 4, cavab 8. 27-ci sual uyğunluq sualıdır şagirdlər. N müsbət ədəd verib, M-i 2 dəfə artırır. Kəsrin sürətinə baxsanız, M kvadratdır. Kvadrat olduğu üçün deməli 4 dəfə artacaq. 4 dəfə artım şagirdlər 300% artım deməkdir. Ona görə 1-ə B uyğundur. İkincidə K-nı 3 dəfə azaldır. Məxrəci 3 dəfə azaltdığı üçün kəsrin qiyməti 9 dəfə artacaq. Niyə? Çünki K kvadratdır. Ona görə 2-yə D uyğundur. Üçüncüdə N-i 50% artırsaq, kəsrin də qiyməti 50%, yəni 1,5 dəfə artar. Ona görə 3-ə uyğun olacaq C variantı. Keçək növbəti sualımıza. Situasiya tapşırıqları. Deməli, situasiya tapşırıqlarında şagirdlər bu düzbucaqlı şəkildə bağ sahəsinin işıqlanmasından danışır. Yazır ki, hər iki uzunluq boyunca 200 nöqtələr daxil olmaqla lampa mərkəzi dirəyin oturacağında sahəsi 16 pi metr kvadrat olan dairəvi hissəni işıqlandırır. Aha, deməli, bu sarı olan dairəvi hissə mən beləsinə çəksəm, bu 16 pidir. Hər biri. Deməli, bunun çevrəsinin radiusu 4'dür. Burada da radiuslar 4 olacaq. O zaman biz bu düzbucaqlı şəklində bağın işıqlandırılmayan sahəsini tapmaq istəyirik. Diqqət edirsinizsə, deməli mən düzbucaqlının sahəsindən işıqlandırılmayan hissəni tapmaq üçün. Düzbucaqlının sahəsi burada 8, 8, 4 dənə 8-dən ibarətdir də 32 vur 8-dir. Bundan çıxacaq, baxın, bu ikisi bir dairə, bu ikisi bir dairə, bu üçü bir dairə. 4 dənə də 4də 1 sektor bir dairədir. Deməli 3, 4 dənə pi r kvadratını çıxmalıyam. Bu bizə verir 256 çıx, 4 vur, 3 vur, 16. Yəni 256-dan 192 çıxır. Cavab 64. Burada 29-cu sualda yazıb ki, burada lampalar üçün yazılıbdır, məlumat veribdir. 4 sarı, 6 ağ lampa verilib. Deyir ki, sarı lampa üçün bir aylıq enerji sərfiyyatı 3,5 manat, ağ lampa üçün 1 manat. Meydançanı işıqlandıran neçə sarı lampa ağ lampa ilə əvəz olunarsa, bir aylıq enerji sərfiyyatına ödənilən məbləğə 25% qənaət etmiş olar. Hal-hazırda 4 sarı varsa 4 vur 1, 6 dənə də ağ, 6 vur 3,5. 4 üstəgəl 21, 25 manat aylıq xərclənir. Səhv hesablamadım şagirdlər. Baxaq bir də. 6 dənə ağ lampa 3,5 manat, 4 dənə ağ lampa üçün 1 manat. İndi 25 manat elədi. 25% qənaət etmək üçün bunun 4də 1-ini çıxmalıyıq biz. Düzdür? Mən indi sarı lampaların əlavə bir neçəsini artırıram, vururam 1 manata. Həmin lampaları 6 çıx x yazıb vururam 3,5-ə, 25 manatın 75%-nə bərabər edir. Əgər tənlikdə,
hesab səhv etmədiksə 21 çıx 3 onda 5x. Burada nə alırıq şagirdlər? 25-in 4-də 3-ü. Bunu niyə hesablamıram? Çünki burada da 1,25 var. Buradan alacağıq ki 2 onda 5x bərabərdir 25-dən nə alırıq? 25-in 4-də 1-idir. Bunu ixtisar eləsə 10 dəfə x-i tapırıq 2 onda 5. Deməli, mən hesablamada hardasa səhv elədim. Baxaq bir dənə. Şagirdlər, deməli, mən baxdım, səhvimiz nədir? Mən burada sarı lampaları, ağ lampalarla yerini dəyişik yazmışam. 6 ilə 4-ü, ona görə hesablamanın axırında kəsrədə də alındı da. Yəni, say kəsir ola bilməz. 4 dənə sarı lampa, əslində 25 manat alanda biraz şübhələndim ki də bu 25-in 4-də 1-i tam ədəd olmadı. Deməli 4 sarı lampa var. Sarı lampaya 3,5 manat xərclənib, 6 ağ lampaya 1 manat. Bu eləyir 20 manat. İndi 20 manatdır. Mən buradan sarı lampalardan x dənəsini çıxacağam. 3,5-ə vuram. 6 dənə ağ lampanın üzərinə x lampanı gəlib 1 manata vuracam. 20 manata 25% güzəşt qazanmaq %75 deməkdir. Nə alıram? 14 çıx 3,5x üstəgəl 6 üstəgəl x bərabərdir 15-ə. Buradan 2,5x bərabərdir 5, x-i tapırıq ki 2-dir. 30-cu sualda 4 sarı 6 ağ lampadan bir sarı sıradan çıxıb, bir dənə də ağ. Deməli, qalıb 3 sarı, 5 ağ. Növbəti sıradan çıxan lampanın ağ olma ehtimalı 8-də 5-dir. Sarı olma ehtimalı 8-də 3-dür. Nə qədər çoxdur? 8-də 5-dən 8-də 3-ü çıxsaq, 4-də 1 və ya %25 qədər çox olacaq. Belə. Şagirdlər, həmin ildə ikinci qruplarda isbat məsələsi yox idi. Birinci qruplarda da həmçinin. Burada mən isbat sualı təyin etməmişim. Növbəti sınav imtahanlarında görüşərik. Hər birinizə uğurlar arzulayıram. Sağ olun.